Təhsilə Dəstək Birliyinin ingilis dili müəllimiyəm. Buraxılış imtahanla bağlı bəzi suallar paylaşmışdım vaxtilə. Təxmini elə o suallarda düşdü. Bu heç bu öz yerində ki, yəni buraxılışda biraz sual yönümlü danışa bilirəm, amma çünki ingilis dili fən kimi orada var, amma hansı ki bu blokda yoxdur. İndi biz başlayaq. Qrup gedək və blokda görək vəziyyət necə olacaq. İlk öncə başlayıram birinci qrupdan. Birinci qrup bildiyiniz kimi 3 dənə əsas fən üzrə gedəcək. Bu riyaziyyatdır, fizikadır və kimyadır. Hansı ki o fənlərdən riyaziyyat verdi bizə 150 bal, fizika 150 bal, kimya isə 100 bal. Və yaxud da informatika qrupu üçün isə informatika verdi 100 bal. Deməli yoldaşlar, riyaziyyat bildiyimiz kimi burada isbatlar da var, Yəni isbatın özü olsa yetərincə vaxt alır. Ona qalsa fizikada, kimyada, informatikada nə tələb eləyir bizdən? Hamısı bir məsələ, misal həll tələb eləyir. Yəni həll yönümlüdür. Ona görə riyaziyyatda çox düşündürücü, təbii ki, çətin suallar olacaq, amma əsasən suallar olacaq toplu formatında. Yəni 20 sual, 22 sual toplu formatında olacaq. Təbii ki, bəzi suallar olacaq. Yəni biz ikinci qrup riyaziyyatını necə müqayisə eləmiş olsa, burada ikinci qrup riyaziyyatına nisbəti riyaziyyata deməli daha çox belə deyim həll tələb edən suallar olsa, bu riyaziyyatda o qədər də çox olmayacaq. Çünki olsa bunun fizikası da bu qədər verir, kimya və yaxud da informatika hamısı onsuz da həll tələb edən məsələlərdir. Bu heç öz yerində, bu öz qaydasında getdi. Gəldik fizika. Fizika nə dədə baba, elə öz qaydasında düşəcək. Həmişə necə düşür, indi də elə o qaydada düşəcək. Kimya daha çox nəzəri suallar gözlənilir, çünki burada əsas fən deyil, informatikada öz qaydasında öz yerdə. Yəni biz burada deyə bilərik ki, çox çətin gözləmirik. Hər zamanki ildəki hər il necə düşürdüsə, birinci qrup eləcə düşəcək. Keçirik ikinci qrupa. İkinci qrupda 3 əsas fən yenə özünü göstərir. Bunlar hansılardır? Riyaziyyat, tarix, daha doğrusu ikinci coğrafiyanı qeyd edək. Coğrafiya, 3 isə tarix. Biz bildik ki, riyaziyyat verir 150 bal, coğrafiya verir 150, tarix isə verir 100 bal. Deməli, coğrafiya, riyaziyyat, coğrafiya və tarix daha çox humanitar yönümlü fən olduğundan daha çox həll yönümlü suallar düşəcək. Yəni birinci qrupdan əsas fərqi bu olacaq. Digər coğrafiyada da məsələ var. Amma gəl müqayisə edək yoldaş. Coğrafiya məsələsindən fizika eynidirmi? Təbii ki, fizika və yaxud da kimya daha çox bal tələb eləyir. Bal daha çox, üzr istəyirəm, daha çox həll tələb eləyir, vaxt tələb eləyir. Bu tip məsələləri nəzərə alaraq riyaziyyat, coğrafiya və tarix öz qaydasında öz yerində. Tarix biraz 3-cü qrup səviyyəsində ola bilər, amma tam yox. Yəni çox sadə suallar, yəni 2-ci qrupun tarixə çox önəm verməyim teması məncə olmasın, yəni çox da sadə suallar düşməyəcək. Yəni bu da hər ilki kimi, hər il olduğu kimi. Və gəldik hər il hoqqa çıxan qrupa, 3-cü qrup. 3-cü qrupda yenə DT alt qrupunda az dili, Azərbaycan dili, tarix və ədəbiyyat. Bildiyimiz kimi 150 və 100 bal olmaqla çox rahat şəkildə az dili təbii ki çətin suallar gözləyir sizi.
tarix, onsuz da çoxunuz oxumursunuz. Oxuyanlar üçün asan, oxumayanlar üçün təbii ki, çətin olacaq. Ədəbiyyatdan 2 sual, təxminən 2 və yaxud da 2-5 sual aralığında yaradıcılıq, qalan suallar isə əsərlər və nəzəriyyə olaraq bölünəcək. Bu şəkildə olacaq. Yəni belə. Sonra buradakı coğrafiya alt qrupunda isə buradakı coğrafiyada 100 bal verir və ikinci qrup coğrafiyasına nəzərən daha sadə gözlənilir. Yəni daha məsələni az şəkildə, yəni burada məsələ ikinci qrupda çox düşürsə, burada da az düşəcək. Gəldik həkimlərimizin qrupuna. 4-cü qrupa. Kimya. Təbii ki, çətin bir kimya. İndi doğruya doğru fizika. 1-ci qrupa nisbətdə daha sadə bir fizika. Bioloji isə onsuz da yəni bizim 4-cü qruplarımızın çoxsunun ən sevdiyi fəndir. Onlar üçün yəqin ki, asan da olacaq, amma yenə də orta çətin bir biologiya sizi gözləyir. Deməli yoldaşlar, indi gəlin başlayaq bal söhbətlərindən. Görək sizin, təbii ki, bundan danışacağıq. Gələn videolarımızda və s. axır bu söhbətləri açacağıq. 1-ci qrup bal söhbətləri necə olacaq? İndi bunu ayırırıq 2 dənə alt qrupa. Riyaziyyat kimya və riyaziyyat informatika. Deməli yoldaşlar, riyaziyyat kimyada vəziyyət orta olacaq. Yəni müsabiqə orta şəkildə olacaq. Bal enişləri mümkündür. O təbii ki, artım ballarda olacaq. Bu öz yerində, öz qaydasında. Və yaxud da dəyişməyən. Amma riyaziyyat informatika alt qrupunda çox ixtisasın balı artacaq. Çünki rəqabət çoxdur. Rəqabət dəhşət çox olduğuna görə burada balların 100% artımı gözlənilir. Amma belə bir şey deyək ki, 2024 ilə 2025 arasında çox da fərq olmayacaq. Sadəcə bəzi riyaziyyat informatika ixtisaslarında artım özünü göstərəcək. Bu belə. Gəldik ikinci qrupa. Təbii ki, statistika çıxanda, İndi mən burada sadəcə təxminlərimi deyirəm. Mən burada yazım təxminlər. Sonra səhv başa düşülməsin. Təxminlərimi deyirəm. Statistika çıxanda təbii ki, biz buna daha dəqiq, daha spesifik olaraq deyəcəyik. Bu öz yerində. Gəldik ikinci qrupa. İkinci qrup heç bir alt qrupda yoxdur. Ballar başlı eyni olaraq qalacaq. Hətta deyə bilərəm ki, yüksək ballı ixtisasların bəzilərində kiçik bir artım ola bilər. Səbəb də ondan gəlir ki, BNM maliyyə ixtisasını artıq açdı. Bu da onu göstərir ki, UNIC-in balında çox minimalist şəkildə maliyyədə biraz bal enişi mümkün ola bilər. Birinci qruplara qayıtmaq istəyirəm. Birinci qruplarda həmçinin bilirsiniz ki, data analitikası ixtisası açıb. Bunun da balı biraz riyaziyyat informatikada bəzi ixtisasların artış deməyim də bərabər qalmaqla gətirib çıxarda bilər. Bu öz yerində. Üçüncü qrup da belə. Üçüncü qrup bayanan bir ixtisas dedik, maliyyə dedik, belə oyan bu yan. Yəni çoxsa elə eyni qalacaq. Təbii ki, 1-2 bal oynama hər ixtisasda, hər qrup üzrə mümkündür. Üçüncü qrup. 2 alt qrup burada da var. Təbii ki, DT və TC. DT çox geniş qrupda, amma TC-də bildiyiniz kimi 2 ixtisaslar var. Region şünaslıq və var beynəlxalq münasibətlər. Regionların balı
yəqin ki artacaq. Çünki 3-cü qrupda buna gedənlərin sayı dəhşət çox olur. Beynəlxalq münasibətlərin də balı qalxa bilər, amma hətta biraz azalma da qalxa da bilər, azala da bilər. Bunun da əsas səbəbi dövlət idarə etməsi və yaxud da belə bir ixtisas. İndi əgər bu ixtisas belə mülki universitetlərdə olsa, yenə qalxma ehtimalı çoxdur. Amma A olsa biraz azalma ehtimalı var. DT isə hər zaman kimi qalxacaq. Yəni bunun başqa adı yoxdur yoldaşlar. Yəni çox gələ imtahan dəhşət çətin olsun ki, bunun balı düşsün. O da yəni gözlənilmir. Gözlənilir, yəni o qədər də keçən nisbətdə o qədər çox fərq olacağını düşünmürəm. 4-cü qrup. 4-cü qruplar üçün şad xəbərlər demək olar məncə. Hardasa. 4-cü qrup bal enişi ola bilər. Yəni bal qalxışı çox inanmıram. Çünki Qarabağ Universitetində tibb ixtisası açıldığına görə burada atını biraz rahatlata bilər və biraz bal enişi ola. Bal enişi deməyək, daha çox qəbul, daha çox tibbə qəbul şansı artacaq. Çünki istər-istəməz onsuz da tibbə düşməyənlər B-duya və s. axır düşürlər. Yəni biraz bal enişi ümumi götürə bilərik. Sağ olun, salamat qalın yoldaşlar. Əgər ixtisas seçimini də mən eləmək istəyirsinizsə, hələ ki qeydiyyatı açmamışam, amma yəni açılan vaxtı bu nömrəyə yaza bilərsiniz. Sağ olun, salamat qalın.